Salam əziz müəllimlər, mən Murad müəllim. Bugün sizlərlə 6 iyun 2026-cı il tarixində hansı ki MIQ imtahanına hazırlaşan müdavimlər, həmçinin MIQ-lə qəbul olub da sertifikasiyaya daxil olacaq müəllimlər üçün e, dəstək məqsədi ilə hazırladığımız sınav imtahanının izahına baxacağıq. Keçək suallara. Demək 20-ci sualda qalmışdıq sonuncu dəfə. 20 sual da nə deyir? Ananın qanı birinci qan qrupu, atanın isə dördüncü qan qrupu olmuşdur. Və ailədə doğulan daltonik oğlan üçüncü qan qrupuna malik olmuşdur. Hər iki valideyn normal görmə qabiliyyətinə malikdir deyir və ailədə növbəti doğulacaq uşaqlar haqqında verilən fikirlərdən hansı yanlışdır? Yanlış olanı soruşur bizdən. Demək ki, burada nə edəcəyik? Birinci növbədə, əgər ki, ata və ana normal görmə qabiliyyətinə malikdirsə, doğulan övladlardan biri daltonikdirsə, mən ananın genotipini bu şəkildə yazaram. X üzəri böyükdir, X üzəri kiçikdir, daşıyıcı formasında. Atanı isə nə yazaram? X üzəri böyükdir, Y şəklində yazmış olaram ki, nədir? Hər ikisi normal görmə qabiliyyətinə malik olsun və bu çarpazlaşma mənə daltonik oğlan vermiş olsun. Buradakı kiçik x üzəri kiçikdir və y birləşməsi mənə daltonik olan oğlanı həqiqətən də vermiş olacaqdır. Daha sonra baxıram çarpazlaşmada əmələ gələn fərqlərə. X üzəri böyükdir, x üzəri böyükdir, x üzəri böyükdir, y şəklində. Sonra əmələ gələcək digər övladlar. X üzəri böyükdir, x üzəri kiçikdir, x üzəri kiçikdir, y şəklində əmələ gəlmiş olacaqdır. Və bunların qan qruplarını çarpazlaşdırdığım zaman birinci və dördüncü qan qrupunu, yəni AB çarpazlaşsın OO ilə. Buradan əmələ gələcək AO və BO. Və bu qan qrupu həm ikinci, həm üçüncü qan qrupu övladların hamısı üçün keçərli ola bilər deyəcəyik. Deməli, A variantı üçün mənə deyir ki, xəstə qızın doğulma ehtimalı sıfırdır deyir. Bəli, burada doğulan övladların içərisindən baxdığım zaman qız övladlarının X şəklində yazılanlarının, yəni nədir? Sağlam və daşıyıcı sadəcə formada olduğunu görürəm. E, deməli, xəstə qızın doğulma ehtimalı 0% imiş həqiqətən də doğrudur, götürmürük. B-də deyir, sağlam doğulmuş qızlar həm ikinci, həm üçüncü qan qrupuna malik olar və az öncə dedim ki, bu qan qrupları övladların hər biri üçün keçərli ola bilər və həm ikinci, həm üçüncü qan qrupuna sahib burada qızlar doğula bilərdir. B variantda getdi. C variantında deyir, doğulmuş olan uşaqların xəstə olma ehtimalı oğlan uşaqlarının xəstə olma ehtimalı 100%-dir deyir. Oğlan uşaqlarının xəstə olma ehtimalı 100%-dirmi? Baxaq. Bu xəstədir, amma bu nədir? Xəstə deyil. Demək ki, nə imiş? Xəstə doğulma ehtimalı 100 yox, 50% imiş. Ona görə də C variantı yanlışdır. Bunu götürürük. Yanlışları soruşur bizdən. D-də deyir, doğulmuş oğlan uşaqlarının sağlam olma ehtimalı 50%-dir. Az öncə bildirmişdik bunu. Y variantında deyir, doğulmuş 3-cü qan qrupu oğlan uşaqlarının hamısı xəstə olacaq deyir. Doğulmuş üçüncü qan qrupuna sahib oğlan uşaqları. Dedim ki, bu qan qruplarının 2, 3 qan qrupuna sahib ola bilər. Həmçinin ikisi də üçüncü qan qrupuna sahib olar, ikisi də ikinci qan qrupuna sahib olar. Və burada ikisini də üçüncü qan qrupuna sahib oğlan övladı olaraq nəzərə alsam burada. Demək ki, nədir? Bunların hamısı xəstə yox. Məsəl üçün, bu üçüncü qan qrupuna sahib olan oğlan sağlam formada əmələ gəldiyindən həmin Y variantı nədir? Yanlış qəbul ediləcəkdir. 21-ci sual. 21-ci sualda mənə deyir ki, böyük A kiçik A, kiçik B, kiçik B, böyük C, kiçik C, böyük D, böyük D, böyük Y, kiçik Y. Həmçinin digəri isə böyük A, kiçik A, böyük B, kiçik B, böyük C-lər, böyük D, kiçik D, böyük Y, kiçik Y şəklində. Genotipli fərdlərin çarpazlaşması zamanı nəsildə maksimum neçə fenotip, genotip və kombinasiya alınar deyir. Bütün genlər ilişiklidir, ilişik pozulmamışdır və B əlaməti üzrə qeyri-tam dominantlıq mövcuddur deyirik. Tamam. Deməli, bunları baxdığım zaman, yazdığım zaman böyük A, kiçik A, kiçik B, kiçik B, böyük C, kiçik C, böyük D, böyük D, böyük Y, kiçik Y şəklində. Bunu da çarpazlaşdıraq böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, böyük C, böyük D, kiçik D, böyük Y, kiçik Y şəklində.
Bunların deməli ilişikli olmasını nəzərə alaraq mənə əmələ gətirdiyi qaməti yazsam, böyük A, kiçik B, böyük C, böyük D, böyük Y şəklində yazaram. Digəri isə nə olacaq qametimin? Kiçik A, kiçik B, kiçik C, böyük D, kiçik Y şəklində olmuş olacaqdır. Ə, Digər fərdin əmələ gətirdiyi qamətlərə baxaq. Böyük A, böyük B, böyük C, böyük D, böyük Y. Bu isə kiçik A, kiçik B, böyük C, kiçik D, bir də kiçik Y şəklində qamət əmələ gətirilmiş olacaqdır. Bunların birləşməsi mənə verəcək nə? Bir-bir yazaq. Böyük A, böyük A, böyük B, kiçik B, böyük C, böyük C, böyük D, böyük D, böyük Y, böyük Y şəklində. Digəri nə olacaq? Böyük A, kiçik A, kiçik B, kiçik B, böyük C, böyük C, böyük D, kiçik D, böyük Y, kiçik Y şəklində olmuş olacaq. Digər çarpazlaşma artıq bunu və bunun çarpazlaşmasını aparacaq. Böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, böyük C, böyük D, böyük D, böyük Y, kiçik Y şəklində olmuş oldu. Ən sonuncu isə olacaq kiçik A, kiçik A, kiçik B, kiçik B, böyük C, böyük C, çox ehtimal ki, bu kiçik C-dir. Böyük D, kiçik D, kiçik Y, kiçik Y şəklində olacaqdır. Çünki burada kiçik demir, böyük demir, onu seçə bilmədim. Bir də geri qayıdıb baxmadım nə əmələ gəldiyinə. Aha, kiçik C imiş. Tamam. Ee, Deməli, burada da ancaq böyük C olduğuna görə böyük C olacaqdır. Bunların baxıram nəyinə? 4 kombinasiya əmələ gəlir, nədir bunu görürəm. Genotip, fenotip sayına baxacağam. Genotip zaten 4 cür fərqli yazılış var burada. Böyük A, böyük A ilə başlayır. Bu, məsəl üçün, bir fərqli yazılış. Burada 2 dənə kiçik B var. Bu, bir fərqli yazılış. Sonra, burada, məsəl üçün, nə var? E, Böyük A, böyük A, kiçik A, böyük B, kiçik B, böyük C'lər, böyük D'lər. Amma nədir? Fərqlilik, bax bununla bunun bu hissəsi, həmçinin bu hissəsi ilə də bu hissəsi fərqləndiyinə görə bu da ayrıca bir genotip hesab olunacaq və fərqli, yəni bir yazılışdır da nəticə etibarilə. Bu da yenə də nədir? Fərqli bir yazılışdır. Ona görə bu da ayrıca bir genotip hesab olunacaq. 4 dənə genotipim var deməli. Fenotip baxımından baxsam, deməli, bu mənə bir fenotip vermiş olacaqdır. Bu, kiçik B, kiçik B-li olan ayrıca mənə bir fenotip vermiş olacaq. Çünki burada böyük B, kiçik B-dir. Burada kiçik B, kiçik B-dir. Burada isə böyük A, kiçik A, böyük B, kiçik B formasında bura qədər eyni gəlsə də, E-lər baxımından əlaməti üzərindən natamam dominantlıq olduğundan, bunda da böyük E, kiçik E şəklində olduğundan, burada yenə də bir fenotip görəcəm. Kiçik A-larla başlayan isə tamamilə fərqli bir fenotip vermiş olduğundan, cəmi 4 fenotip, genotip 4 dənə də kombinasiyam olmuş olacaq deyəcəyik. Sonra 22-ci sual. 22-ci sualda deyir, sağlamda şəkildə sağlam insanın sinir növələrinin yerləşməsi göstərmişdir. Doğru müddəaları göstərin deyir. Deməli, burada X-də olan deyir, nüvələrdən bəziləri fiziki işlə məşğul olmuş insanda qan təzyiqini normaya qaytarır. X hissəsində bəli, simpatik sinirlər buradan başlanğıc götürdüyünə görə nədir? Fiziki işlə üzr istəyirəm. X-də olan hissə beyin kötüyü göstərdiyinə görə burada parasimpatik sinirlərin başlanğıcı olacaq. Və bunlar deyir, fiziki işlə məşğul olmuş insanda qan təzyiqini normaya qaytarır. Tamam. Parasimpatik sinirlər nə edirdi? Orqanların işini zəiflədirdi, qan təzyiqini normala gətirirdi, yavaşıdırdı. Ona görə bir doğru olacaqdır. 2. Y-dəki nüvələrin bəziləri ürək disiplinin müddətini azaldır deyir. Ürək disiplinin müddətinin azalmağı nə deməkdir? Ürəyin işinin sürətlənməsi deməkdir. Təbii ki, bu da nə olacaq? Doğru olmuş olacaq. Döş şöbəsindən çıxmış sinirlər. 3. Z-dəki nüvələrin əksəriyyəti simpatik sinir nüvələridir. Z hissəyə nədir? Simpatik yox, parasimpatik sinirlərin nüvələri olmuş olacaqdır deyəcəyik. 1-2 doğru cavab olacaq Y variantı. Sonra 23-cü sualda bitki tərkibli qidada A və ətdə isə B qrupu vitaminlər miqdarı bərabərdir deyir. Bişirdikdən sonra hər iki qidada birlikdə minimum 45 qram vitamin qalmışdır deyir. Qaynadılmamış qidada toplam nə qədər vitamin olduğunu hesablayın.
Təbii ki, burada mövcud olan A vitamini bişirilərkən 100%-dən 50%-ə düşmüş olacaq. B qrupu vitamini isə nədir? Minimum 45 qram qalıbsa itirilən zaman, deməli maksimum itirib bu da. Maksimum itiribsə, dedik maksimum 60 itirirdi, 60%-ni itirirdi. Deməli bu da 100%-dən hara düşüb? 40%-ə düşübdür. Və mövcud miqdar mənim nəyimə bərabərdir? Həmin bu 90%-imə bərabərdir. 45 90%-dirsə, bu 100%, bu da 100%. İkisi bir yerdə 200% eləyər. 200%-im nə qədər imiş? 200 vur 45 bölünsün 90. O da eləyəcək nə qədər? 100 qram ümumilikdə başlanğıcda vitamin miqdarı olmuş olacaqdır deyəcəyik. 24-cü sual. Əşyanın xəyalın düşdüyü nöqtələrə əsasən görmə orqanı ilə bağlı bildirilmiş mübahisələrdən hansı bir yanlışdır? Əşyanın xəyalının bir nömrə ilə işarələnmiş hissəyə düşməsi uzaqdan görməkdir, deyir. Uzaqdan görmədə torluq işıqdan öndə alınırdı, ona görə yanlışdır, deyir. Üzr istəyirəm, uzaqdan görmədir deyirsə, hələ əşyanın xəyalının bir nömrə ilə işarələnmiş hissəyə düşməsi, aha, uzaqdan görmədir. Əgər önə düşmüş olsaydı, yaxından görmə olardı. Arxaya düşdüyünə görə bir hissəni burada göstərilibdir. Bir hissə torluq işıqdan arxada alındığına görə bu uzaqdan görmədir həqiqətən də. Tamam. 2. B variantda deyir, əşyanın xəyalının 2 nömrə ilə işarələnmiş hissəyə düşməsi yaxından görmədir. Bəli, 2 nömrəli hissə torluq işıqdan öndə olduğuna görə yaxından görmə olacaqdır. C. Əşyanın xəyalının 3 nömrə ilə işarələnmiş hissəyə düşməsi zamanı billur normal olur, deyir. Tamam, normal görmədir zaten bu, torluq işıq üzərindədir. C də getdi. D variantda əşyanın xəyalının bir nömrə ilə işarələnmiş hissəyə düşməsi billur qabarıqlığının azaldığını bildirir, deyir. Bir nömrə ilə işarələnmiş hissəyə düşməsi billur qabarıqlığının azaldığını bildirəcək. Nəyə görə? Bir nömrə uzaqdan görmədir. Uzaqdan görmə üçün də deyirdik ki, biz nədir? Billur qabarıqlığı azalmış olacaqdır. Y variantında deyir, əşyanın xəyalının 2 nömrə ilə işarələnmiş hissəyə düşməsi zamanı qabarıq linzadan istifadə edilir. Xeyr, 2 nömrə yaxından görmə olduğuna görə qabarıq yox, nədir? Çökük linzadan istifadə ediləcəkdir. 24-də cavab olacaq Y variantı. 25. Aşağıdakı şəkildədir. Qanın sentrifuqasiyası nəticəsində sınaq şüşəsindəki görüntüsü verilmişdir. Sentrifuqadan keçirilibdir qan və nəticə etibarilə plazma olaraq, formal elementlər olaraq fərqli təbəqələrdə toplanma baş veribdir. Buna görə deyir, qan plazmasında aşağıda verilən maddələrdən hansının olması gözlənilmir? Qan plazması olan hissədə mən antigeni görmərəm. Çünki nəyə görə? Antigen dediyimiz quruluş eritrositin üzərində olacaqdır. Eritrositlər də dibdə yerləşibdir. Dibdə yəni toplanıbdır, çöküb. Bu səbəbdən həmin plazma hissəsində antigeni görməyəcəyəm. 26. Nazik bağırsaqdan sorulan qida monomerlərinin ürəyə çatana qədər izlədiyi yollar aşağıdakı sxemdə verilmişdir. Tamam. Buna görə deyir, sorulma zamanı baş verən hadisələrlə bağlı aşağıdakılardan hansı səhvdir, deyir. A variantda deyir, amin turşuları X yolu vasitəsilə ürəyə daşınır. X yolu dediyimiz nədir? Bağırsaqdan sorulan həmin bu amin turşular artıq burada neyniyib? Damarla hərəkət edib. Həqiqətən də nədir? Amin turşular damarla daşınacaqdır. B variantda deyir, ADYK vitaminlərin yolu Y yolu vasitəsilə baş verəcək. Y yolu dediyimiz limfa sistemimiz vasitəsilə baş vermiş olacaq. Vitaminlər bilirik ki, nədir? Limfa sistemi vasitəsilə daşınır. C variantda deyir, amin turşuları və ADK vitaminləri ilk dəfə ürəyin sağ qulaqcığında qarşılaşır, deyir. Amin turşuları qan damarları ilə daşınacaq və ürəyin deməli gələcək sağ qulaqcığına. ADK vitaminləri isə nədir? Yuxarı boş venaya gedib töküləcək. Yuxarı boş venaya töküldüyünə görə o da gəlib sağ qulaqcığa tökülmüş olacaqdır. Və nəticə etibarilə elə ilk dəfə sağ qulaqcıqda qovuşmuş olacaqlar. Bəli, doğrudur.
D variantdadır limfanın ilk dəfə qan dövranına qoşulduğu yer sol körpücüyaltı venadır. Bəli, yəni yuxarı boş venanı demək istəyirik. Bu da doğrudur. Y variantdadır nazik bağırsaqdan sorulan yağ monomerlərinin ən çox olduğu yer qapı venasıdır. Nazik bağırsaqdan sorulan yağ monomerlərinin ən çox olduğu yer qapı venası olmaz. Çünki bu nə ilə daşınacaq? Limfa sistemi vasitəsilə daşınmış olacaq deyəcəyik. Belə, 27 hüceyrənin DNT molekulunda azot əsasında oksigen daşımayan nukleotidlərin əmələ gətirdiyi fosfat qalığı və karbohidrat arasındakı rabitə sayı 161-dir. 161 ədəd burada mənim rabitəm varsa, yəni kovalent rabitəni nəzərdə tutub yazmışam bunu. Demək ki, mənim 162 dənə nəyim var? Nukleotidim var. Hansı nukleotid olduğunu bilmək üçün azot əsasında oksigen daşımayan nukleotid olacaqdır adenin nukleotidi. Deməli, mənim DNT zəncirimin bir hissəsində nə var? 162 dənə adenin nukleotidi var. Digər tərəfdə də nə var? 162 dənə timin nukleotidi var. Buraya yazım adenin, buraya yazaq timin. Adenin və timindən əlavə deyir ki, ümumi nukleotidlərin 30%-ni sitozin təşkil edir, deyir. 30%-ni sitozin təşkil etsə, 30%-ni də guanin təşkil etmiş olacaq. Yerdə qalır 40%, 40% isə adenin və timinin payına düşmüş olacaq. Deməli, mən bunları toplayıb 40%-ə bərabər eləyərəm. 324-ü, yəni 324 40%-dirsə, bu zaman mənim 60%-im nə olacaq, onu hesablayacaq. 60 vurulsun 324, 60 vurulsun 324, bölünsün nə? 40. Bundan bu gedər. Bundan bu gedər. 3 qalar. Bunun ikisi ilə 324 aparsam, eləyəcək 162. Bunu da 3-ə vursam, 386 eləmiş olacaqdır. 300, 486 daha doğrusu, 486. 486 etmiş olacaqdır. 486 mənim guanin və sitozinimin sayıdır. Bunun yarısı nə qədər eləyəcək? 243 etmiş olacaqdır. Deməli, mənim DNT molekulumda ümumilikdə 243 dənə nəyim var? Guanin nukleotidim var. İndi deyir ki, bu hüceyrə əvvəlcə bir mitoz bölünmə keçirdibdir. Bu hüceyrə bir mitoz bölünmə keçirsin. Mitoz zamanı nə baş verəcək? Bir hüceyrədən iki hüceyrə əmələ gələcək və hüceyrə bölünməyə başlamamışdan qabaq DNT-nin ikiləşməsi prosesi baş verəcək burada. DNT-nin ikiləşməsi prosesi nəticəsində mövcud guanin nukleotidlərinin sayı da neynəmiş olacaq? Əmələ gələn DNT 2 dənədir. Deməli, mənim guanin nukleotidimin də sayı 2 dəfə artmış olacaq. Həmin bu 243 artıq burada 486-ya çatmış olacaqdır. Sonra bu iki hüceyrənin hər biri nə edib deyir? Meyoz bölünmə keçirdib. Və hər birindən sonda 4 hüceyrə əmələ gəlibdir. Mənim bu 486 dənə guanin nukleotidi daşıyan DNT, ümumi DNT, bunun 243 daşıyan bir dənə DNT burada olacaqdır. DNT bu hüceyrənin içərisində. Bir dənəsi də 243 şəklində guanin daşıyan DNT-im də aşağıdakı hüceyrə içərisində olmuş olacaqdır. Bu meyoz bölünmə keçirən zaman nə edəcək? Yenə DNT-nin ikiləşməsi baş verəcək təbii ki. Və nəticə etibarilə 243 dənə olan guanin nukleotidim 2 dəfə artmış olacaq. Olacaq 486 dənə guanin nukleotidi. 486. Və eyni ikinci hüceyrədə də meyoz bölünmədən əvvəl DNT ikiləşdiyinə görə 243 guanin nukleotidi daşıyan DNT 2 dənə DNT ilə əvəz olunduğuna görə, yəni ikisi əmələ gəldiyinə görə, buradakı 243 də artıb olacaq nə qədər? 486. Deməli, mənim bu 486 guanin daşıyan ümumi DNT-lərim 2 dənə yəni. Özündə cəmi 900 72 dənə nə olmuş olacaq? Guanin nukleotidi daşımış olacaq nəticə etibarilə. Doğru cavabımız A variantı olmuş oldu.
Aşağıdakı 28-ci suala baxırıq. Aşağıdakı hansı canlıların yaratdığı populyasiyalarda fərdlərin somatik və cinsiyyət hüceyrələrində xromosom sayı eyni olar deyir. Təbii ki, burada elə bir canlılar seçməliyik ki, partogenez yolu ilə əmələ gəlsin və haploid xromosom dəstə malik olsun. Ee, Burada doğru cavab olacaq arı və zəncir otu, yəni A variantı. Sonra 29-cu sual. 29-cu sualda deyir ki, Lamarckın heyvanları sadədən mürəkkəbə yerləşdirdiyi 6 pillənin heç birində aşağıdakı xüsusiyyətlərdən hansına sahib canlı olmaz deyir. Ee, Canlı olmaz. Aha, baxaq. A variantına deyir ki, yuxarı tərəf qurşağında 7 sümüyə rast gəlinən canlılara rast gəlinməz. Təbii ki, biz təkcə qurbağa üçün demirdik bunu. Sürünənlərin bəzi nümayəndələri var idi, hansı ki, məsəl üçün, sığalarda deyirdik ki, e, bunların qabırğaları yox idi. Bu səbəbdən döş qəfəsi əmələ gəlməmişdi və bunların döş sümüyü var idi. Döş sümüyü döş qəfəsi sümüklərinə yox, bu səbəbdən elə yuxarı tərəf qurşaq sümüyünə aid ediləcəkdir. Və tısbağa dediyimiz sürünənlərə aiddir və sürünənlər isə bu 6 pillədə verilmişdir bizə. B variantda deyir, sağ aorta qövsünə malik istiqanlı canlılar. Bunlar quşlardır. Təbii ki, quşlar da var idi burada. C variantda deyir, təkamüldə ilk dəfə üzəngi sümüyünün əmələ gəldiyi canlılara. Təbii ki, biz bilirik ki, üzəngi sümüyünün əmələ gəlməsi orta qulağın əmələ gəlməsi ilə bağlıdır. Və bu səbəbdən orta qulağın əmələ gəlməsini biz suda quruda yaşayanlarda qeyd edirdik ilk dəfə. Və təbii ki, üzəngi sümüyünə də sahib olmuş olacaqlar. Bu səbəbdən bu canlılar həmin pillələrdə heç birində göstərilməmiş olacaqdır. Sonra 30. Canlılarda baş verən qıcıqlanma və hərəkət reaksiyaları ilə bağlı verilmiş fikirlərdən hansı səhvdir deyir. Burada konkret olaraq bilmək lazımdır ki, tutaq ki, bitki kökünün torpağın dərinliyinə doğru yönəlməsi yazmışam mənfi geotropizmdir. Torpağa doğru yönəlirsə bu geotropizmdir. Doğru yönəlirsə, yəni onun əksinə yönəlməyibsə, birbaşa ona doğru yönəlibsə, bu müsbət olaraq qiymətləndirilir. Yəni müsbət geotropizm olmalı idi burada. Mən isə götürüb nə yazmışam? Bura kökün torpağa doğru yönəlməsi mənfi geotropizmdir olaraq yazmışam. Təbii ki, səhv cavab elə bu olmuş olacaqdır. Sonra 31. Hüceyrənin meyoz bölünməsi zamanı sona qədər davam edən proseslərdə xromosomlara birləşən bölünmə vətənlərinin minimum sayı 60 olmuşsa, bu diploid orqanizm somatik hüceyrələrinin xromosom yığımı neçə olaraq deyil? Mən bilirəm ki, bu meyoz 1-də mövcud xromosom sayı qədər, meyoz 2-də isə, meyoz 2-nin anafazasında isə xromosom sayının 2 qatı qədər nə olmuş olur? Vətər teli birləşmiş olur deyirik. Bu şəkildə. Deməli, mənim tutaq ki, başlanğıcda belə deyək, 20 dənə xromosomum var. 20 xromosomum var hüceyrədə. Bura nə qədər vətər teli birləşəcək? 20 dənə. 20 vətər teli birləşmiş olacaqdır. Növbəti, yəni meyoz 2 zamanı artıq bu 20 xromosom nə olacaq? 10-10 olaraq fərqli hüceyrələrə paylanmış olacaq. Və bu 10 dənə xromosomun hər birinə 20 dənə vətər teli birləşmiş olacaq. 20 dənə. Bunu anlamağınız üçün izah edirəm. Həlli üsulu elə birbaşa bunu bərabər eləyərəm 60-a. Buradan da x-i bərabər eləyərəm nəyə? 20-yə. Demək ki, mənim xromosom sayım nə imiş diploid orqanizm üçün? 20 imiş. Aha, deməli bu 10 xromosoma 20 dənə vətər teli, digər 10 xromosoma da 20 dənə vətər teli birləşdi. Ümumi nə qədər olmuş oldu? 60 dənə vətər teli olmuş oldu. Və bunun diploid olduğu forma hansıdır? Həmin bu 20 xromosomun olduğu vəziyyətidir. Bu səbəbdən doğru cavab elə 2n/20 şəklində olmuş olacaqdır. 32. Ürəyin bir saniyəlik sikli şəraitində əgər 384 tənəffüs hərəkəti baş vermişdirsə, mədəciklərin stolasına və ümumi boşalmaya cəmi nə qədər vaxt sərf olunmuşdur deyir. Bir saniyəlik sikl şəraitində baş verən söhbəti. Deməli, 384 tənəffüs hərəkəti baş veribsə, 384 bölərəm nəyə? 16-ya.
384'ü 4'ə bölsəm 360, 90, 24-də 4-ə 6. 96, 96-dan 4-ə bölsəm 24. Deməli nə olub? 24 dəqiqə müddət ərzində baş veribdir bu 384 tənəffüs hərəkəti. Bu zaman mədəciklərin sistolasına, mədəciklərin sistolası bildiyimiz nədir? 0.8-də, 0.8-də, 0.10-da 3 saniyə olmuş olacaqdır. 0.8-də 0.3 saniyə baş verirsə, 0.8-də 0.3-dürsə, bu bir saniyəlik çıxış şəraitində ifadəsini əslində səhv qeyd eləmişəm burada, üzr istəyirəm. 24 dəqiqədə nə qədər baş verər, nə qədər müddətdə yəni stola sərf olunar. 24 vur 0.3 böl 0.8, 24-ü 0.8-ə böləndə 30, bunu da buna vursam eləyər, x bərabərdir nə? 9. Ümumi boşalma dediyim nədir? Ümumi boşalma 0.4-dür. 0.8-in 0.4-ünü sərf edibsə ümumi boşalmaya, bəs 24 dəqiqənin nə qədərini sərf edəcək? Təbii ki, burada 24-ün də yarısı olmuş olacaq, yəni x bərabərdir 12 olmuş olacaq. Bunların ümumisini toplayanda bərabər oldu nəyə? 21-ə. Yəni buradakı bu ifadə artıqdır, yəni burada lazım deyil bir saniyəlik sikl. Deməli, doğru cavab nə oldu? 21 dəqiqə olmuş olacaqdır. 33. 33-də deyir, cədvələ əsasən x və y müəyyən edin. Fotosintez mərhələsi, işıq mərhələ, qaranlıq mərhələ, baş verən əsas proseslər, suyun fotosintezi, oksigen ayrılması, ATF sintezi, qaranlıq mərhələdə isə karbon qazının dolması, qlikozanın sintezi və bunların baş verdiyi yerləri soruşur. Təbii ki, baş verən yer x üçün qranları deyəcək, y üçün isə stromanı deyəcək. Yəni doğru cavab elə B variantı olmuş olacaqdır. Sonra 34. 34. Vay aman. Hüceyrələrdə oksigenli parçalamaya məruz qalmış qlikozanın əmələ gətirdiyi enerji miqdarı 66 kilojoule olub deyir. 66 kilojoule olub. Deməli, mən normalda bilirəm ki, oksigenli parçalamada 180 qram qlükoza parçalanması baş verir. 180 qramın da əmələ gətirdiyi enerji 17,6-dan hesablasam 3168 olmuş olacaqdır. 3168 bu kilojol enerjidən cəmi nə yaradıb deyir? 66 kilojol olubdur deyir əmələ gətirdiyi. Deməli, bu neçə dəfə azaldıb miqdarını? 3168 kilojolu bölərəm nəyə? 66-ya. Düşər nə qədər? 48 dəfə. Yəni, bu mövcud normal, orijinal formasından 48 dəfə az enerji əmələ gətiribsə, deməli, miqdarı da 48 dəfə nə olub? Az olmuş olacaqdır. Tamam. Deməli, bunu yazaq bura. 3168 bölünsün 66 bərabərdir 48-ə. Deməli, azalma qlükoza miqdarında 48 dəfə olubdur. Bu zaman parçalamaya sərf olunan oksigen miqdarının tam şəkildə akciğer kapillyarlarına keçdiyi müddətdə. Parçalamaya sərf olunan oksigen miqdarını mən normalda yazıram nə? 6 vurulsun 22,4 22,4 litr şəklində də normal şərtdə qazanın sıxlığı bu şəkildə qeyd olunurdu. 6 vurulsun 22,4 litri də mən 48 dəfə azaltsam, nə qədər olmuş olacaq? 2,8 litr oksigen olmuş olacaq. Bunu mən millilitrə çevirsəm, 2,8 vurulsun 1000 bərabərdir 2800. 2800 kub santimetr və ya millilitr oksigen keçmiş olacaq deməli kapillyarlara. Həmin deyir, bu müddətdə baş verən tənəffüs hərəkətlərinin sayını hesablayın. 2800 kub santimetr oksigenin daxil olması bir tənəffüs hərəkətində 25 daxil olduğuna görə 2800-ü böləcəm nəyə? 25-ə. 2800-ü 25-ə böləndə də eləyəcək nə qədər? 112. 112. Təbii ki, bu nədir? Ümumi tənəffüs hərəkətimin sayıdır. 112-ni də bölərəm nəyə? Bir dəqiqədə baş verən tənəffüs hərəkətlərinin sayına. 112 bölünsün 16. Bu da bərabərdir nəyə?
7 dəqiqəyə. Deməli, ə, aha, bizdən tənəffüs hərəkətlərinin sayını soruşur zaten. Elə 112. Doğru cavab C variantı olmuş olacaqdır. Cinsi proses müşahidə olunur deyir. Biz cinsi çoxalma ilə cinsi proses ifadəsini qarışdırmamalıyıq. Ksantoriya dediyimiz şibiyyədir. Məsəl üçün, bunda baş verə bilər. B variantda yaşıl quş mamırında baş verə bilər cinsi çoxalma. Yaşıl evglena dediyimiz canlıda cinsi çoxalma baş verə bilər. Ulotrixdə də cinsi çoxalma baş verər. Amma cinsi proses dediyimiz nədir? Məsəl üçün, konjugasiya. Bunu kimdə görərəm? Mən infuzor tərlikdə görmüş olacağam. Doğru cavab Y variantı olar. Anadonta, kalmar və göl bizi üçün ümumi olanları müəyyən edin deyir. Anadonta, kalmar və göl bizi üçün təbii ki, mantini belə deyək götürəcəm. Mollusklar tipi üçün xarakterik olan əlamət. Mantini götürürəm. Sonra nəyi götürərəm? Məsəl üçün, mədəni götürərəm. Sonra nəyi götürərəm? Tutaq ki, böyrək götürərəm. Bizdə bir dənə, kalmar anadontada 2 dənə olmaqla. Bir də nəyi götürərəm? Qaraciyəri götürmüş olaram. Yox, qaraciyəri götürmüş olaram. Bəli, qaraciyər əslində var idi. Kalmarda isə biz mədaltı vəzin də olduğunu qeyd edirdik. Doğru cavab elə 1, 2, 6, 8 olacaqdır. Sifon dediyimiz ifadə, məsəl üçün, anadonta keçərli idi. Ağciyər ilbiz üçün keçərli idi. Dişdikli dil ilbiz üçün keçərli idi. Xarici çanağı, məsəl üçün, biz ilbiz üçün götürərdik. Anadonta üçün 2 taylı formada götürərdik, hardasa. Amma kalmarda isə xarici çanaq yox idi. Lövhə şəklində, çıxıntı şəklində qalmışdı deyirdik. Sonra 37 hüceyrədə maddələr mübadiləsinin amin turşu, zülal molekulu və amin turşu şəklində bu cür baş verən, yəni mübadilənin zəifləməsi hansı hormon çatışması ilə baş verir? Təbii ki, bu da olacaq trioksin hormonu. Sonra 38 sxemdə 4 müxtəlif onurğalı heyvanın ürək quruluşu göstərilmişdir. İfadələrdən hansı bu heyvanların hamısına aid edilə bilər deyir. Və burada doğru cavab olaraq sadəcə ürək boşluğunda venoz qanın olmasını götürürük. Nəyə görə? Məsəl üçün, qan dövranlarının yalnız 2 cür qanun dövr etməsini götürə bilmərəm. Mən burada, məsəl üçün, yarımçıq ara kəsmə 3 nömrəli hissədə və cüt aorta qövsünü görürəm. Yarımçıq ara kəsmə cüt aorta qövsünü mən suda qurda yaşayanlara aid edərəm. Bu ürək quruluşunu tutaq ki. Və üzr istəyirəm, suda qurda yaşayanlar yox, sürünənlərə aid edərəm. Suda qurda yaşayanlarda isə nədir? 3 kameralı sadəcə ürək deyirdik, 2 qulaqcıq, bir dənə də nə? Mədəcik şəklində və burada nə olmuş olacaq? Qan dövranlarında yalnız 2 cür qanın dövr etməsi mümkün olmayacaq, çünki burada qarışıq qanı da görürdüm. Üçüncüdə nəyi deyirik? Üçüncüdə isə dedik sürünənlərə aiddir. Məsəl üçün, sürünənlərdə də qan dövranında 2 cür qan görməyəcəm. Ona görə elə bir nömrəli ifadə ümumiyyətlə səhvdir, hamısı üçün keçərli deyil. Qan dövranında 3 cür qanın dövr etməsi. 3 cür qanın dövr etməsini mən hamısında görə bilərəm. Xeyr, bax, məsəl üçün, balıq üçün bunu deyə bilmərəm. Sonra bu da getdi, 2 də yanlış oldu. 3. Ürək boşluğunda venoz qanın olması. Bəli, hər bir canlının ürək boşluğunda, yəni burada verilmiş ürək quruluşlarına əsasən, suda qurda yaşayanların da, sürünənlərin də, balığın da ürəyində venoz qanı görə bilərəm. Ürək boşluğunda arterial qanın olması, balıqda, məsəl üçün, sadəcə venoz qan olduğundan bunu da götürə bilmədim. Sadəcə 3, yəni A variantı doğru cavab olmuş olacaqdır. Biraz yorğunam, həqiqətən yorğunam. Üzrünü sayın. Əgər birdən nə isə diqqətimdən qaçır, səhv deyirəm, sonra ani olaraq düzəldirəm. Yəni, qınamayın məni. Həqiqətən, bugün də vəbşəm abituriyentlərin suallarına baxmışıq, müzakirəmizi eləmişik. Sağ olsunlar, xeyli sevindirdilər məni, məcazi mənada. Gedib 26-27-dən düz yazıb gəldilər üstümə. 30 sayıla bilmədik, yəni, konkret. Olsun. 39. Kommersializm.
Kommersializm nə idi? Canlılardan biri üçün faydalı, digəri üçün heç bir təsirə malik olmayan qarşılıqlı təsir forması. Yəni, E variantı doğru cavab olacaqdır burada. Sonra 40. Sort və cinslərdən hansılar somatik mutasiyalar əsasına alına bilməz deyir. Alına bilməyən təbii ki, mən əgər vegetativ çoxalmanı tətbiq edə bilirəmsə bir canlıya, orada somatik mutasiyalar əsasında fərd əmələ gələ bilər. Məsəl üçün, birlə əmələ gələ bilər. Amma məsəl üçün, heyvanları nağdı buradan götürərəm. Çünki bunlar vegetativ formada çoxala bilməzlər. Bu vegetativ çoxalma əksər bitkilər üçün keçərli idi. 4-ü də götürə bilməyəcəm. Çünki niyə? Bu cür quruluşda taxıl bitkisinə, yəni yenə də vegetativ çoxalmanı tətbiq edə bilmərəm. Bu səbəbdən də somatik mutasiyalar əsasında alına bilmir bu bitkilər. 2, 3, 4 doğru cavab Y variantı olmuş olacaq. Burada sizə bir dənə də bonus sual vermişdim. Halbuki çox sadə formadadır. Ümumi çiçək sayını 750 verib günə baxım ikisi üçün. Boru şəkli çiçək sayı 600. Əmələ gələcək maksimum meyvə sayı x olaraq verilibdir. Boru şəkli çiçək sayı 600-dürsə, burada 600 dənə də bunu qəbul edərək. Meşək qanqalı üçün meyvə sayını veribdir zaten 200. Və ümumi çiçək sayını verib 200. Demək ki, boru şəkli çiçək sayı nədir? Elə yenə də 200 olmuş olacaq da. Meşək qanqalıda hamısı boru şəkilli idi. Meyvə sayına uyğun nə oldu? Boru şəkilli çiçək sayı qeyd edirik. 200, 600 bərabərdir 800 olmuş olacaq. Belə, bugünkü sınaq haqqında verəcəyimiz izah bundan ibarət idi. Dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.